Salam, xoş gəlmisiniz. Bugün sizə gündəlik təsərrüfat həyatımızdan kiçik bir hissə göstərmək istəyirəm. Videoda gördüyünüz kimi yumurtalar gündəlik olaraq yığılır. Bu proses kənardan sadə görünsə də, əslində bunun arxasında hər gün vaxt, zəhmət və diqqət dayanır. Səhərdən başlayaraq quşların yemlənməsi, suya nəzarət, şəraitin yoxlanılması və daha sonra yumurta yığımı həyata keçirilir. Bizim üçün əsas məqsəd tək məhsul əldə etmək deyil, işi səliqəli və davamlı aparmaqdır. Yumurtalar yığılarkən onların təmiz saxlanmasına və düzgün təqdim olunmasına xüsusi diqqət edilir. Çünki insan aldığı məhsulun necə hazırlandığını və hansı şəraitdə toplandığını bilməlidir. Bu səhifədə yalnız nəticəni yox, prosesi də paylaşmağa çalışırıq. Çünki düşünürəm ki, real təsərrüfat həyatı olduğu kimi göstərilməlidir. Uzun müddətdir bu sahə ilə məşğuluq və hər gün yeni bir şey öyrənirik. Hər paylaşımın arxasında çəkiliş və hazırlıq, gündəlik iş dayanır. Bir şey də sizdən eşitmək istəyirəm. Sizə daha çox hansı videolar maraqlıdır? Cücə çıxışı, yumurta yığımı, ördəklərin gündəlik həyatı, bazar görüntüləri, yoxsa ümumi təsərrüfat prosesi? Əlavə olaraq hər hansı mövzu haqqında məlumat almaq istəyirsinizsə, şərhlərdə yazın. Maraqlı olan mövzular barədə ayrıca video hazırlayaq və birlikdə danışaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Dəstəyiniz bizim üçün dəyərlidir. Səhifəmizi takib etməyi unutmayaq.